izləyicilər, kanalımıza xoş gəlmişsiniz. Bugün şəkilsizlərə baxaq görək. Sonu A və D şəkilçisi ilə bitən feilləri həm iki şəkildə düşünə bilərik, həm əmr cümləsini, həm də nəqli cümlə şəklində düşünə bilərik. Baxaq nümunələrə. Məsəl üçün, oxudum feilin biri. Məsəl üçün, deyək ki, sən dünən dərslərini oxudun. Oxu sözün kökü olar. D zaman şəkilsi, şöhrəti keçmiş zaman şəkilsi, bu isə xəbərlik şəkilsi. Olar xəbər şəklində. Bir də ki, məlumat olur. Deyirəm ki, bu məlumatı uşaqlara oxudun. Oxu sözün kökü, burada t-dır, sait gəldiyinə görə t-dır əvəzləməsi baş verir. Bunun isə şəxs sonluğu olur. Bu isə olur əmr şəklində. Digər nümunəyə baxaq. Oxuyaq sözünə baxaq. Oxu sözün kökü olar. Ağ isə olar şəxs sonluğu. Bu olar əmr şəklində olan bir feil. İkinci nümunəmizə baxaq. Oxuyaq sözündə, oxu sözün kökü, burada y bitişdiricidir. A arzu şəklinin şəkilsi, q isə şəxs sonluğu. Bu isə olar feilin arzu şəkli. Bu qədər baxdığınız üçün